Löyli kebap so'raganlara Ramazan'ın 7. gününde löyli kebabını başkaça retseptden örgetemiz. Nonumuzu yumuşak yerine balamızdan süte büktürük koyamız. Yumuşakkına bolit duruşu gerek. Göşümüzə pripravalarımızı, həmin nərsələrimizi bir salıb alamızdan yaxşılab arlaşdırıb alamız. Keyin onu yaxşılab urub alışımız gerek. Bir xil massa bolayıb, bir xil gladki nərsə boluşu gerek. Keyin tayyor farşımızı kolumuzdan suyumuzdan şəkil bərib alamız. Şəkil bərləgən farşlarımızı isə yarım saat, 1 saata morozelkaya dıkıb alamız. Tavadımıza yağımızı salamız. Buzlab durğan kotletlarımızı üstlərini kızartırıb qovrub alamız. Bizənin maksadımız kotletini pişirəşəməz, şüncəki üstünü qovrub alış. Yağımızın azraq qismini alıb qoyamız alaxadadan, paçarkəmizə təyirləşini başlayımız. Yağımıza tomatli pastan salıb yengil qovramız. Keyin pomidorumuzu salamızdan aralaşdırıb alamız. Duz boşlarımızı salıb bir kasağına su salamız. Qovrulğan kebablarımızı salıb durub yarım saat, 1 saat davamında dimləb pişirib alamız. Biz alaxada garniriz oturmadık. Tayyor maz zıqqına qaymaşını süzməni alıb aralaşdırıb durub idişimizə sabaldıq. Keyin pişib çıxan kebablarımızı üstündən saldıq. Resept yaqqan bulsa dualarınızda mənə eslək qoyuşunu unutmanglar.